الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء المرسلين سيدنا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. رب يسر ولا تعسر وبتم الخير. رب زدني علما وفهما وعلما. أما بعد، السلام عليكم ورحمة الله وبركاته. Tamam, bugünkü dərsimiz inşallah səktədir. Səktə fasilə deməkdir. Yəni, nəfəs almadan kiçik fasilə veririk və işarətlərində nəfəs almaq üçün dayanırdıq. Səktədə isə ondan əvvəlki hissənin ondan sonraki hissədən mənazı fərqli olduğunu bildirmək üçün nəfəs almadan ara veririk. Buranın səktə sin hərfi ilə işarət olunur və Hafsanın qiraətinə görə 6 yerdə keçir. 4 dənəsi vücubən, 2 dənəsi cavazən, yəni 4 dənəsi vacib səktəmiz var. 2 dənəsi də caiz səktəmiz vardır. Vacib səktələrimiz bunlardır. Əvvəlcə. Bu sırada əgər əvvəldə hər ayədə dayanmaq istəsək, birinci ayətdən sonra dayanıb nəfəs alıb, sonra ikinci ayətə davam edirik. Əgər əvvəldən ayələri birləşdirmək istər isə, birinci ayənin sonunda səktə işarəsini səkt edirik, nəfəs almadan ara verib, sonra ikinci ayətə davam edirik. Ondan sonra Yasin surəsi 52 Mərqadinə. Burada Yasin surəsi 52-ci ayədə qaflən var. Sizin üzərində qaflən var deyə, səktənin üzərində qaflən var deyə. Ancaq burada davam desək olar, yəni vəsl desək olar, vəkif desək olar. Mərqadinə, belə də dayana bilər. Məsələn, mərqadinə, hədə, belə eləmək. Vəsl etsək, belə eləməliyik. Mərqadinə, hədə, vəkif etsək də mərqadinə. Deməli, onun sayısı Qiyamət surəsi 27-ci ayədir. Qiyamət surəsi 27. Mən raq. Mən sözündən sonra səktə işarəsi var. Kiçik ara verib, sonra raq oxuyuruq. Mütəffifin surəsi 14-cü ayə. Bəl ranə. Burada da bəlin üzərində səktə olduğuna görə bəl deyib dayanırıq. Sonra ranə. Tamam. Və ondan sonra caiz səktələrimiz isə Haqqa surəsi 28-ci ayənin sonu. Haqqa surəsi 28-ci ayə burada deyil. Məliyə. Məliyə. Burada, əgər burada adi qaydada ayənin sonunda vəqf etsək, ayətin sonunu sukunlanır. Yəni, məliyə olaraq oxunur. Sonra nəfəs alıb o bir ayətə oxuyuruq. Amma əgər vəqf etməsək, iki ayəni birləşdirmək istəsək, ya səktə edib nəfəs almadan yüngül ara verib, sonra digər ayəyə keçirik, ya da səktə etmirik, iki ayəni birləşdirib oxuyuruq. Məliyə, hədə. Burada hələkədir. Məliyə, hələkə. Bundan sonraki 29-cu ayənin əvvəli hələkədir. Orada da ona görə deyə bilər ki, məliyə, hələkə. Belə də oxuya bilərik. Ondan sonra Tövbə surəsi. Tövbə surəsinin əvvəl səktə vardır. Qeyd edim ki, Tövbə surəsi Quranda 9-cu surədir. Bu surə yeganə surədir ki, Bismillahirrahmanirrahimdən başlanır. Quranda bütün surələr Bismillahirrahmanirrahimdən başlayır. Amma Tövbə surəsi Bismillahirrahmanirrahimdən başlamır. Deməli, məsəl üçün biz Ənfal surəsi 75-ci Ənfal surəsinin sonu və növbəti surənin, yəni Tövbə surəsinin başlanğıcı əgər burada Ənfal surəsi və ya Tövbə surəsi əvvəlki bütün 8 surəni tutasaq və ardından da Tövbə surəsindən başlamaq istəsək, burada üstiyonumuz vardır. Qataə və səktə. Amma biz bu gün sadəcə birinci götürürük. Əvvəlki surələrin ardınca Tövbə surəsini oxumaq istəsək, bu iki surə arasında səkt edə bilərik. Yəni, məsələn, Ənfal surəsinin son ayəsini oxuyub, nəfəs almadan ara verib, sonra birbaşa Tövbə surəsinin birinci ayəsinə başlamaq olar. Və ya Ənfal surəsindən sonra vəqf edirik, nəfəs alırıq, sonra Tövbə surəsinə başlayırıq. Ancaq İxlas surəsindən Tövbə surəsinə onda biz 3 yolumuz yoxdur, ancaq bir yolumuz var, səkt. Deməli, bugünkü dərsimizdə bu qədər və əxirə davana elhamdülillahi rabbil ələmin.